Bugün Səlyan rayon Sarvan kəndində şəhid İsmailov Aslan Əvəzoğlunun mövludu günü və şəhidimizin həyatına həsr edilmiş Sevda İbrahimlinin qələmə aldığı Əbədiyyət üfüqündə Parlayan Zərrə adlı kitabın təqdimatı qeyd olundu. Tədbirin təşkilatçılarına təşəkkür edirəm. Sən də təşəkkür edirəm Sevda xanıma. Bu kitabı ərsəyə gətirdiyinə görə Allah razı olsun hamımızdan. Allah hamımıza kömək olsun. Çox çətindir. O həyatı yaşamaq, o kitabı yazmaq ondan da çətindir. Çünki o kitabı yazan insan o həyatı yaşaya-yaşaya yazır. İnsan o həyatı yaşamasa şeir də yaza bilməz. O həyatı yaşayır o. Ona görə təşəkkür edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. İşlər üzrə nailiyyətlər arzulayıram. Allah'ın köməyi inşallah. Çoxlu kitablar yazasınız. Şad günlərə yazasınız kitabları inşallah. Şad şeirlər yazasınız. Hamınıza təşəkkür edirəm. Elgə müəllim sizə də təşəkkür edirəm. Zəhmət çəkmişsiniz. Allah canınızı sağ eləsin. Allah hamınızı var eləsin. Hamınıza Allah kömək olsun, hamınıza razı. Bugün biz Aslan ocağına, Aslan işığına yığışmışıq. Aslan evladımızın, yiğit oğlumuzun. Mən bu ailə ilə tanışlığım Əfsanəyə Döndülər kitabından tanış olmuşam bu ailə ilə. Və sonra Əbədiyyət üfüqündə Parlayan Zərrə kitabını qələmə almışam. Əvəz atamızın ocağına Allah Taala bu böyüklüyə elə bir məqam, elə bir uca bir zirvə qismət edib ki, inan hər birimiz o zirvənin kölgəsindəyik. Mən də bu kitabı qələmə almaqda istədim ki, Əvəz atamızın, Gülbəniz anamızın qəlbindən keçənləri tarixə əbədiləşdirəm. Gələcək nəsillər üçün əbədi yaşar bir evladımızı kitab olsun. Nəyi nə dərəcədə etmişəm, atamız, anamız özü inşallah zaman göstərəcək deyəcək. Mən qürurla, fəxrlə evladımızın kitabını sizə təqdim edirəm ata. Düzdür, nə qədər ağırdısa bir o qədər də qürurludur. Ruhu şad olsun balamızın, ruhu şad olsun. Əgər o tək bu ocağın evladıydısa, indi bütün bir Azərbaycan evladıdır Aslanımız. Aslan kimi oğullarımız var olsun, ruhu şad olsun. Və bir də burada Davud Bayramovun kitabı var. O vaxt mən təqdim edə bilməmişdim valideyinə. Mənə zəng etdi, dedi, Əvəz atıya təqdim edin mən balamın kitabını. Mən Əvəz atadan onu təhvil alacam. İstəyər qəbul olan günlə bizə gəlib. Şad olsun hər birinin. Hər biri bizim evladımızdır, fərqi yoxdur. Buyurun. Sağ olun, var olun. Allah kömək olsun. Hamınıza təşəkkür edirəm gəldiyinizə görə. Var olasınız. Allah Teala hamınızın qapısına şadlıq qismətləsin inşallah. Şad günləriniz olsun. Hər birinin məqamı olsun. Elimizə, obamıza mehribançılıq, məsələn, sülh arzulayıram. Əslində bu oğullar yad insanları bir-birinə doğmalaşdırıb, bacı qardaş edib. Oğulların sayəsində biz sizi tanımışıq. Sizlər bu ocağı yazılıb artıq, o nəsil və nəsil artıq ötürüləcək bir-birinə. O artıq tarixdə qalacaq, yadda qalacaq. Mən də sizi bugün tanıdım, Neftçalı Neftçalar təhsilatından sizə bizim üçün dəyərli oldunuz. Bu bayrağı 2 dəfə Zəfər günündə açmışdıq. Bugün də sizə qismət oldu. Fəxrimiz siz baş tacısınız. Mən də təşəkkür edirəm. Çox sağ olun. Neftçalada məktəblərə bizlər yürəşdir. Şəxsən öz adıma, ailəm adına, şəhid ailələr adına təşəkkür edirəm hamınıza. Çox sağ olun. Mən xahiş edirəm, artıq mən təşəkkürüm rəhbər. Baş üstə, bayraq məmnun şəxsi bayrağım bu qismət olmuşdu Zəfər bayrağına.
Bu gün də çox qürur duydum ki, mən Səlyanda da onu sizin ocağınızda açdım. Sağ olun. O aslanımızın qismət olmuş. Bəli, balamıza Bizim də qismət oldu. uşağımıza qismət olduğuna Min görə biz də şükür. sevindik. Sağ olun. Həqiqətən mən Anamızsız, sizə təşəkkür qardaşımızsız, edirəm. atamızsız baş əyirik babamız. 25 may 2026-cı il tarixdə Sabunçu rayon Maşlağı qəsəbəsində 128 nömrəli məktəbdə Elan Tədris Mərkəzinin xahişi ilə və eyni zamanda Sevdək xanımın xahişi ilə birinci sinifə, birinci A sinifinə şəhidimiz Aslan İsmailovun adı verildi və həmin tədbir çox möhtəşəm oldu. Həmin tədbirdə yaxşı qonaqlarımız da iştirak elədilər, çox möhtəşəm şagirdlər də iştirak elədi. Bu böyük bir tarix idi ki, yazıldı. Tarixli bir hadisədir, yadda qalın. Allah Bəli. razı olsun. Allah'ım razı olsun. Allah sizin canınızı. Biz çox sağ olun. Sen gel ben yalan gülmesin. Karanlık geceler dönersin kimi. Göksünde dolmuşsun sabahlar yakar. Aslanım unutmaz benden seni. Unutmaz eller o bahar seni. Onlar kucakladı seni gururla. Adın yazıldı göğlere şanla. Seversen elleri veremezsen aslan gibi olma. Ölmez esrinden. Aslan gibi olurlar doğurlarına ölmezler. Çevrelerde, yerlerde yaşayacaklar. Aslan iyidir, tükenmez, bitmez. Eller yandıran alın sönmez. Emanet verildi korkma sen. Yetenin dökülen yüreğinde sen. Ağır küller bağlar. Sen izlerin kalır ormanlarda. Gider çağırır gelemez seni. Şan şöhretin yayıldı her tarafa. Korkak seni kucakladı nurla. Cennetin özledi varlığınla. Aydınında yazıldı ölümler. Alem hizmetine ebediyet lütfundan olmayan sevler. Sever seninledir bilemezsen de. Tarih yazılır değil adına. Aslan gibi olurlar yaşayır yanında. Aslanım unutmaz mı benden seni. Unutmaz bu eller o bahar seni. Onlar kucakladı seni gururla. Adım yazılır göğlere şanla. Sever seninledir demezsen de. Aslan gibi olurlar ölmez esirler. Aslan gibi olurlar yaşayan Size teşekkür edirik.
bu evladları yetiştirən bütün analara. Mən çox xahiş edirəm, yəni bu mahnıya görə demirəm. Ümumiyyətlə, Azərbaycanımızın şanlı ordusu, başda ali komandanımız olmaqla, bizi bugün də düşmənlə üstə qoruyan evladlarımız var, analarımız var. Mən bir alqış rica edəsəm sizdən, bütün belə şəhidlərimiz başda olmaqla, qazilərimiz başda olmaqla, bütün Azərbaycan ordusuna olsun bu alqış. Çünki onlar bugün yenə də bizim balalarımız bizi qoruyurlar. İnşallah ki, o ağrılarcı günlər bir daha olmasın. Ana, Allah sizə səbir versin. Nə deyim? Təşəkkür edirəm. Bizi, yəni, buraya yığmışsınız. Biz bugün Aslanın işığına yığışmışıq. Məkanı cənnət məqamı uca olsun, yenə deyirəm, şəhidlər haqqında dillər, bir kəlmə, bir söz Allah qatında qəbul olmuş bağlarlar. Təşəkkür edirəm hər birinizə. Hörmətli qonaqlar, bizim sinifin şəhid ailəsinə kiçik bir hədiyyəsi var. İcazənizlə onu təqdim etmək istəyirik. Bu boyda qəhrəman analar var. Bu qəhrəman anaların sayəsində biz də bugün buradayıq. O oğullar sayəsində buradayıq. Mən özümü təqdim edib, dilçi filolog, yazıcı publisist, Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü, Prezident Administrasiyasının Mətbuat Şöbəsinin üzvü, Vətən Partiyələri Layihəsinin rəhbəri, 9 kitab müəllifi, 40-dan çox elmi məqalənin rəhbəri, Kanal F5-in təsisçi direktoru, Azərbaycan prezidentinə həmişə işləyən bir jurnalımız var ki, Sənət Dünyası Nuru jurnalının təsisçi baş redaktoruyam. Sevda xanım, mən sizi əvvəla bu gözəl münasibətlə təşəkkür edirəm. Çünki qəhrəmanlarımız, şəhidlərimiz, qazilərimiz silaha sarılıb, torpaqlarımız uğrunda döyüşlərə getdisə də, bizim yazar insanlarımız qələmlərinlə döyüşdü. Eləcə də jurnalistlərimiz bildiyiniz kimi siyasi arenalarda döyüşdü. Bugün mən ulu öndərimiz Heydər Əliyevin sözünlə burada sözümə başlamaq istəyərdim ki, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ona görə fəxr edirəm ki, mənim millətimin kökündən, kök soyundan gələn ən böyük əqidəsi onun milliliyində, qürurunda kişilik, qeyrət olan bir millətdir. Qeyrət olan, kişilik olan millət heç zaman əyilməz, heç zaman basılmaz. Və bugün bizim ali komandamız, ali prezidentimiz öz danışığıyla dünyalara fəth elədi ki, bugün biz millət olaraq varıq, olacağıq və olmalıyıq da bir yumruq olaraq bütün xalqı birləşdirdi. Mən bugün şəhidlərə onu demək istəyirəm, doğrudan ürəyim doludur. Çünki mən Vətən Fatihləri Respublika üzrə Vətən Fatihləri layihəsinə görə dövlət tərəfindən ilin birincisini almış, Hacı Zeynalabdin Tağıyev medalı almış və xüsusi şifanın aytığa medalını almış bir şəxsən. Ona görə ki, mənim həmişə borcum şəhid ailələrinə hər zaman yanında olmaq olub. 5 il mən təməmmü şəhidləri üçün verilən şeiri burada biz qeyd eləmişik. Vətən torpağına can qurban deyib,
Düşmənlə döyüşə girdi şəhidlər. Ana torpağına göz dikənlərin nəşini torpağa sərdi şəhidlər. Vətən torpağını müqəddəs sandı, onun keşiyində möhkəm dayandı. Qısas arzusuyla alışdı, yandı, azadlıq gününü dərdi şəhidlər. Gənclik arzuları ürəkdə qaldı, sevgi məktubları cibdə saraldı. Döyüşlərdən döyüşə qələbə çaldı, vətənin nər oğlu, nərdi şəhidlər. Əsirlikdə qalmaz ana torpağım, azad olmalıdır aranım, dağım. Qoy qaliblər kimi çağlasın adım, tarixə bir dastan verdi şəhidlər. Şəhid arzusunda ömrü bitirdi, qələbə sevincini xalqa yetirdi. Ata-anasına şöhrət gətirdi, vətən üçün mərd əskərdi şəhidlər. Mən bilirəm ki, mənim qələm dostum, şairə xanım, Sevdə xanım, ta o müharibə başlayandan qələminlə dayanmır. Hər zaman şəhid ailələri Hepiniz hoş geldiniz. Hepiniz hoş gördük. Bugün burada çok büyük bir samimiyet gördüm. Kitaplarımız bir köprü rolu oynadı. Bütün aile buradadır. Allah şehitlerimize rahmet eylesin. Bugün şehit xüsusi təyinatlı qüvvələrin şəhidi, şəhid Aslan İsmailovun işığına toplaşmışıq. Onun kitabının müəllifi Sevdə xanım burada iştirak edir və bütün şəhid analarımızın qarşısında mən kitabı vermək istəyirəm. Sevdə xanım təqdim eləsin anamıza, atamıza, gələn bəzi qonaqlarımız var ki, kitab təqdim olunacaq onlara. İnanıram ki, kitab bəyəniləcək. Çox əziyyət var, 6 aylıq bir əziyyət var burada. Anamı təbrik edirəm. Yəni, çətin bir yoldur, həqiqətən çətin bir yoldur, heç də asan deyil. Gülbəniz anam, siz oğlunuzun adını belə gözəl bir məfhumla, belə gözəl bir hadisə ilə yaddaşlara həkk elədiniz. Bu əvəz edilməzdir. Səsə versəydiniz, kitab Kitabımız üz qabığı dizayn mənə aiddir. Şəhid Aslan İsmailov. Kitabımızın üz qabığının dizayn mənə aiddir. Redaktə eləmişəm. Sevdə xanımın göz nuru, əl əməyi. Sevdə xanım İbrahimli. Naxçıvan şəhər Zulfa rayon Bələdiyyə kəndindəndir və artıq illərdir ki, o şəhidlərimiz üçün kitablar nəşr edir, kitablar yazır. Biz çox uzaq deyil, heç bir il olmayıb Salyan rayonunda olduq, Salyan şəhərində, Salyan şəhər mərkəzləşmiş kitabxanada bütün şəhid analarımıza, onların oğulları üçün hədiyyə bəxş etdik. Əfsanəyə döndülər kitabını, hədiyyə etdik. Bu isə fərqləşmiş bir şəkildə artıq Aslan üçün yazılıb. Əbədiyyət üfüqündə parlayan zərrə. Anamız. Ümidvaram ürəyinizcə olacaq. Mən sizə təşəkkür edirəm gəldiyinizə görə. Sevdə xanım həqiqi mənada çox böyük zəhmət var kitabda. 6 aydır ki, sizə görəcəyim ki, mənlə bir yerdə ağlayır, bir yerdə gülür. Kədərimizi, sevincimizi bir yerdə bölüşmüşük. Kitabda başa gələnə qədər sizə təşəkkür edirəm Sevdə xanım. Allah razı olsun sizdən. Sizə gəlməyəcək təşəkkür edirəm. Bir şəhid analarından təqdim edirəm. İcazə verin, gələn qonaqlara kitabdan təqdim edək. İndi Gülbəniz anımız bəlkə öz təqdim edək, usta olmayacaq. O cüşədə gələn qonaqda Aslanımızla tanış olacaq. Əbədiyyən, sağ olun, var olun. Buyurun, Rəsət mənim, bizim kəndimiz, Sarvan kəndinin fəxri, qüruru, Aslan İsmailovun kitabını fəxrlə qürurla sizə təqdim edirəm. Və elə
Mən inanıram ki, icra hakimiyyətində hər hansısa bir cuşədə öz yerini tapacaq. Bayaq dediyim kimi ev tustağı yox, cuşədə olsun. Çünki rayon üzərində çox böyük məsuliyyət olub, həmin illərdə, o ağır illərdə oğulların üzərində haqları var. Buyurun. Çok sağ olun. İnşallah, inşallah. Ama mənim vaxtıca mən bunları imzalayıb verim. Bu da bir çox təşəkkür edirəm Nardan müəllimə. Həqiqətən də gözəl, vətənpərvər ruhlu evlatlar burada böyüyür bu məktəbdə. Əslində biz evlatların ikinci ana doğma ata evi, ana evi məktəbdir. Məktəbdə aşılanır vətənpərvərlik, anaya, ataya sevgi daha güclü olur məktəbdə. Sağ olun, var olun. Fəxr və qürurla məktəbimizin hər hansısa bir fayəsində inşallah öz yerini tapacaq əsnafımızın kitabı. Sağ olun. Borcumuzdur. Söz verdik ki, onların övladlarının xatirəsini daim yaşayacaq. Bu bizim borcumuzdur, borcumuzu da yerinə yetirəcəyik. Sağ olun. Deməli, mən sizləri oğullarımızla tanıyıram. Elminin anası, buyur. Alməmmədin anası, buyurun. Şəhid Əlinin anası, buyurun. Şəhidimiz Savadın anası, buyurun. Tagil'in anası, buyurun. Kız neydi? Səbine anamız, buyurun. Əvəzimizin anası, buyurun. Belə şəkillərimiz kütləvi anamızın Ceyhunumuzun anası, buyurun. Nicatımızın anası, buyurun. Sadık'ımızın anası. Ülvünün anası. Ülvimizin anası. Sabir'in anası. Sabir'in anası. Sabir. Sübhanımızın anası, buyurun. Nurlanımızın anası, buyurun. Cəlilin anası. Cəlilin anası, buyurun. Sonsuz ümidim, açılmayan sabahım, doğmayan güneşim, bitmeyen həsrətim. Darılmışam sənin üçün, sənsiz vaxt keçmir. Saatlar yorulub gözləməkdən, divarlar adını əzbər bilir. Evin sükutu səsini çağırır. Gecələr dualarım səngər kimidir. Adını çəkəndə ürəyim titriyir. Sən göylərdə keşik çəkirsən indi, mən torpaqda səni axtarıram. Bir vaxt çiynində daşıdığım vətən indi başımın üstündə bayraq olub. Sənin yolun güllələrdən keçdi, adın tarixdə qanla yazıldı. Aslan, sən getmədin əslində, bir xalqın yaddaşına köçdün. Oldun Azərbaycan, analar səni oğul bildi, torpaq səni bağrına bastı. Mən isə hər gün biraz daha böyüyən yoxluğumla yaşamağı öyrənirəm. Darıxmaqdan yorulmur ürəyim, parça-parça yaşamağı öyrənirəm. Çünki sən ölmədin, şəhidlər ölməz. Aslan, mən oğlumu vətənə verdim. Bu bir ananın deyə biləcəyi ən ağır cümlələrdir. Ve bizim Ali Başkomandanın büyük siyaseti neticesinde bu oğulların canı bahasına biz bütün Azerbaycan oldu. Müstakil Azerbaycan oldu. Ben Azerbaycanla ve şehit analarının bu gururlu duruşuyla fəxr edirəm. Çünkü 80% torpağı
93-94'ün şəhidləri, qaziləri qorunmuşdursa, 20% torpağın bütövlüyünü sizin oğulların, şəhidlərin, şahidlərinin nəticəsində əldə etdik. Və Ali Baş Komandanımızın müdrik siyasəti nəticəsində. Bugün Sevdə xanım, əlləriniz var olsun. Mən sizə fəxr edirəm. Sizin o iki övladınız, gələn xanımınız, hoş gəlmişsiniz hər biriniz bizim diyarımıza. Bizim diyar Dadir Möminlər diyarıdır, qonaqpərvər diyarıdır. Və bugün bir şey xatırladım ki, mənim əzlərim. Bugün bizim ana Vəlizadənin anası Zemfir ananın ad günüdür. Çox xahiş edərəm, hər birimiz onsuz da çıxışdayıq. Bir gözəl gürültülü alqışlarla ananın ruhuna xatir Zemfir ananı təbrik edək. Çox sağ olun, var olun sizə, təşəkkür edirəm. Buyurun. Qardaşı itirmişəm mən. Unutmaram mən səni ömür boyunca. Adım dilimdədir mən yaşadıqca. Ruhum dolaşacaq daim hər zaman. Səni əziz dostum itirmişəm mən. Aslan adım düşməz mənim dilimdən. Xatirən silinməz keçən illərdən. Daim yaşayacaqsan sən qəlbimdə. Səni tək aslanı itirmişəm mən. Sevimli bəndəsi, doğum günün mübarəkdir şehidim. El obandan yenilmez bir güc aldın. Yazılara gənim oldun öz aldın. Şehadetle zirvelere uzaldın. Doğum günün mübarektir şehidim. Bu bayrak, bu torpak, Mən kəndimizin ilk şəhidi, baş leytinant İsfəndiyar Əsədov 1935-ci il yanvarın 23-də Salyan rayon Sərban kəndində anadan olmuşam. Mən bu kənddə böyük boy başa çatmışam. Sarman kənd tam orta məktəbini 8-ci sinifini fərqlənməklə bitirərək ali təhsilə yerləmişəm. Qarabağda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişəm. 1992-ci il avqustun 4-də şəhidlik zirvəsinə ucalmışam. Mən Səmədov Elnur Saçdoğlu 1973-cü il sentyabrın 1-də Salyan rayonu Sarban kəndində anadan olmuşam. Burada boya baş çatmış, ömrüm bahat çağında çağırıcı kimi hərbi xidmətə getmişəm. 1992-ci il oktyabr ayının 9-da Füzuli rayonu Qazar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşam. Mən Əliyev Salman İsməmmədoğlu 1962-ci il yanvarın 12-sində Salyan rayonu Sarban kəndində anadan olmuşam. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək 1993-cü il yanvarın 4-də Zəngəzur uğrunda şəhid olmuşam. Mən Səfərov Xulqa Əsəfoğlu 1973-cü il dekabrın 27-sində Sumqayıt şəhərində anadan olmuşam. 1992-ci il may ayında hərbi xidmətə yollanmışam. 1993-cü il aprelin 18-də Murad dağı döyüşlərində şəhid olmuşam. Mən Mehdi Zümrüt Fərzoğlu 1960-cı il dekabrın 28-də Salyan rayon Sarvan kəndində anadan olmuşam. Bir müddət bitirdiğim Sarvan kənd tam orta məktəbdə fotoqraf kimi fəaliyyət göstərmişəm. Səbəbərlik elan edilənlər dərhasında silaha sardım, vətənin müdafiəsinə qalmışam. 1994-cü il yanvarın 8-də Ağdamlıqdan gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşam. Mən Abuşov Həsrətdin Abuşovlu 1963-cü il yanvarın 18-i Salyan rayonu Sarvan kəndində anadan olmuşam. Peşə məktəbini bitirib hərbi xidmətə yollanmışam.
hərbi xidmətin qayıdandan sonra bir müddət kolxozda işləmişəm. Qarabağ döyüşlərinin ən fəal iştirakçısı olaraq 1994-cü il yanvarın 8-də Ağrı gedən döyüşlərdə şəhid olmuşam. Mən Qaraşad Nail Cahangirov 1973-cü ilin baharında martın 31-də Salyan rayonu Sarvan kəndində anadan olmuşam. 1994-cü ilin fevralın 11-də Murovda uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşam. Mən İsmailov Zahir Hüseyboğlu. May ayının 1-də Salyan rayonu Sarvan kəndində anadan olmuşam. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəhbəyə yollanmışam. Aprelin 27-sində 1994-cü il şəhid kimi, qəhrəman övlad kimi öz doğma kəndimə qayıtmışam. Mən məzarsız şəhid Nəzarov Elbrus Hafizoğlu 1975-ci ilin 19 may tarixində Sarvan rayonu Sarvan kəndində dünyaya göz açmışam. Ən böyük arzum ali təhsil almasıdır, amma amansız müharibə buna imkan vermədi. 1994-cü ilin Cəbrayıl rayonunun Mərzanı kəndinə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub itkin düşmüşəm. Mən Rəsulov Zöhrab Yavəroğlu 1975-ci il dekabr ayının 7-sində Salyan rayonu Sarvan kəndində anadan olmuşam. Orta məktəbi bitirib hərbi xidmətə getmişəm. Döyüş yolum Tərtərdə başladı. Orada da başa çatdı. 1994-cü ildə Tərtər rayonu uğruna gedən döyüşlərdə itkin düşmüşəm. Mən Həsənov Elçin ağası oğlu. 1974-cü il Salyan rayonu Sarvan kəndində dünyaya göz açmışam. 1992-ci il oktyabr 2-sində hərbi xidmətə yollanmışam. Son döyüşüm martın 4-də Ağdərə uğrunda gedən döyüşlərdə olmuşdur. Martın 6-sında yaralı vəziyyətdə itkin düşmüşəm. Mən Cizir Zəmanət İbrahimov Gül Həsənoğlu. 1989-cu ildə mayın 11-də Salyan rayonu Sarvan kəndində anadan olmuşam. 2007-ci ildə hərbi xidmətə yollanaraq 2009-cu ildə bitirib geri qayıtmışam. Sonra daxili qoşullarında xidmətə başlamışam. Vətən müharibəsi başlanan ilk gündən qəhrəmancasına döyüşərək şəhid olmuşam. Mən Babayev Alməmməd Qəriboğlu 23 noyabr 2000-ci il Salyan rayonu Sarvan kəndində anadan olmuşam. Orta məktəb bitirib hərbi xidmətə yollanmışam. 4 günlük müharibədə burada döyüşərək sentyabrın 29-u Füzuli döyüşlərində qəhrəmancasına şəhid olmuşam. Mən baş leytenant İsmailov Hasan Əvəzoğlu 1990-cı ilin iyun ayının 1-də Salyan rayonu Sarvan kəndində dünyaya göz açmışam. Ən böyük arzum hərbiçi olub, vətəni işğaldan azad etmək olub. Bu anlamda da müharibə başlayan ilk gündən döyüşlərdə iştirak etmişəm. 2020-ci il oktyabrın 9-da Hadrut qəsəbəsi Daşkəsən kəndi istiqamətindən gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşam. Mən Əzizi Tacəddin Şahidinoğlu 1994-cü ilin 7 avqust tarixində Salyan rayonu Sarvan kəndində anadan olmuşam. Könüllü olaraq cəbhəyə yollanıb 44 günlük vətən müharibəsində qəhrəmancasına döyüşmüşəm. Ən böyük arzum Şuşanı azad görmək olub. Arzum ürəyimdə qalmadı. 2020-ci ilin 9 noyabrında qəhrəmancasına şəhid olmuşam. Mən İsmailov Zavat Asifoğlu 2001-ci ilin 2 oktyabrında Salyan rayonu Sarvan kəndində dünyaya göz atmışam. Ailəmin tək oğluyam. 4 bacının bir qardaşıyam. Kəndimizin 16-cı və sonuncu şəhidiyəm. 2020-ci il dekabrın 16-sında Xocavənd yolunda idarə etdiyim maşınla minə düşərək şəhid olmuşam. Xoşbəxtlikdir ki, aslanımız dünyaya gəlməmişdir da dərz olunacaq və bu tarixin yaddaşında qalacaq. O da bir Allah'ın lütfüdür, o da bir nimətidir. Və uşaq burada aslanımızdan danışanda bir tərvanə deyək də kəfəni gəldik onda kitabçanın üzərində o anda elə bir gəldi dedi ki, mən buradayım. Mən buradayım, ana. Gördüm anamızda da ki, həyəcan keçirdi, həqiqətən ana görəndə. Sevda xanımın mümkünləri Ağrı Böyük, Məsükörpə, Balaca Aslanımızın adından hədiyyə İslam şöhrəyə, mücid oğullar, vətənə, xalqa, dəyərli quflaq olar, qürurumuz olar. İnşallah, çox sağ olun, var olun. Aslanım, unutma
Əlləri yandıran anıdır sönməz. Əmanət verildin bu torpağa sən. Vətənin döyünən ürəyində sən. Ar bülbül nəfəs alır Qarabağda. Sənin izlərin qalır torpaqlarda. İrəli çağırdı qələbə səni. Şan şöhrətin yayıldı hər tərəfə. Torpaq səni qucaqladı qürurla. Cənnəti bəzədi arzularla. Hakkımda yazıldı kalbine. Hale hizmetine ebediye. Ebediyet üfüğünde parmadan güzeller. Zafer seninledir galebe senle. Tarih yazılır iki adımla. Aslan kimin adımla yaşayır yanında. Aslanım unutmaz bu vatan seni. Unutmaz bu eller, babalar seni. Onlar kucakları senin uğruna. Adın yazıldı göğlere sonuna. Zafer seninledir galebe sende. Aslan kimin oğullar ölmez esrinde. Aslan kimin oğullar yaşayar yanında. Kocaman zirvelerini alıp kara bulutlar. Vətən uğrunda ölmeye hazırıq biz aydaqlar. Bu dağlardan o yana, qayalardan o yana. Belə dönəcəyik, məni gözlə o yana. Hörmətli Sarvanlılar, əziz qonaqlar, şəhid ataları, şəhid valideynləri, hamınızı salamlayıram. Biz yenidən Sarvanımızda, Şəhidlər Xiyabanında and yerimizdeyiz. Bu Şəhidlər Xiyabanı bizim and yerimizdir. Bütün tədbirlərimiz, bütün işlərimiz yalnız buradan başlanır. Və bu günləri bizim həmyerlimiz Əvəz qardaşımın ocağında dünyaya göz açan xüsusi təyinatlı qüvvələrin zabiti 33 yaşlı qəhrəmanımızın, şəhidimizin doğum günüdür. Hamımızı bu mövlüdü münasibəti ilə şəhidimizin təbrik eləyək, ruhu şad olsun deyək. Hamımızdan rica edirəm ki, bugünkü gündə şəhidimizə xatir biraz pozitiv olaq, biraz deyək ki, ruh yüksəkliyində olaq. Çünki biz çox ağlayırıq, çox deyirik həmişə, amma belə günlərdə, şəhidimizin doğum günlərində, anım günlərində biz biraz gərək bu balamız, uşaqların beynəlxalq günü münasibəti ən böyük təbrikimiz Aslana çatır. Allah o salamat böyüsün, atalar nalı, babalı, nənəli böyüsün, əvvəl. Allah o adı ilə yaşasın. O ad yaşadığı, o aslan kimi, necə ki yazmışdı, aslan kimi aslandı. O da vətən üçün, xalq üçün çox qeyrətli, namuslu övlad olacaq inşallah. Və yaxşı da təhsil alsın, o yolları inşallah davam etdirsin. 1993-cü il iyun ayının birində Salyan rayonu Sarvan kəndində, bizim doğma kəndimizdə, Əvəz ailəsində ocağında bir evlad dünyaya gəldi. Adını Aslan qoydular. O da ki təsadüfi deyildi. Əvəzin atası Aslan adını daşıyırdı. Aslan uzun illər Salyan rayonumuzda mədəniyyətin işçisi olub, aşıq olub və mən... Bayraqlarımız dalğalansın.
göğüzündə dalğalanan hilalınla, bayrağınla nə gözəlsən Azərbaycan, övladına xoş gün verən haranınla, növrağınla nə gözəlsən Azərbaycan. Neçə qəhrəmanı xanı olan, səhərində al şəfəqi danı olan, hər daşında şəhidimin qanı olan, torpağınla nə gözəlsən Azərbaycan. Yeryüzünə nur çiləyən sərvətinlə, günü gündən zirvələnən şöhrətinlə, təmizlənmiş namusunla, qeyrətinlə, papağınla nə gözəlsən Azərbaycan. Ayəloğlu dik dayanan qəddinlə, vətən adlı, torpaq adlı bir səs dinlə, sinəsini sipər edən igidinlə, yarağınla nə gözəlsən Azərbaycan. Hər daşında şəhidimin qanı olan, torpağınla nə gözəlsən Azərbaycan. Bayram her defa eve gelip durardım. Hep vallahi şad olsun. Birinci ayağımdan çekildi. Dedim ki çeşmen oluyordu. Ben yüzüme keşek yas yoktu. Buran yoktu. Ne olar kapışılmıştı bize. Eksin oldu her şey eksine. Bütün hayatımı darmadan. Darmadan. Darmadan özürüm kurbanız ya. Canım sevgilim. Canım ya. Neler yaşadım bilirsiniz de siz benimle yaşıyorsunuz. Siz de yaşıyorsunuz. Ben yaşadım. Siz başınıza dedim. Bağlarınıza canınıza. Hamınıza. Allah hamınızdan razı olsun.